Salam, hər vaxtınız xeyir olsun. Biz bugün 7-ci coğrafya kitabının bölümü 2.1 vulkanlar yer səthi necə dəyişir mövzusuna cənab baxacağıq. Gəlin vaxt itirmədən mövzuya keçək. Vulkanlar yer səthində yayılmış yer formasıdır. Onlar çatlarla yer səthindən çıxan maqmanın soymasında yaranır. Mantanın əsas maddəsi olan maqma yer səthindən çıxdıqdan sonra tərkibindəki qazlar su buxarını itir və lavaya çevrilir. Vulkanlar fəaliyyətinə görə üç qrupa bölünür. Mətn oxuducu mətn daha yaxından təhlil edək. Deyək ki, vulkanlar yer səthində yayılmış yer formalarından biridir. Yəni yer səthində saysız-hesabsız yer formaları var. Vulkanlar da onlardan biridir. Bəs vulkanlar necə yer səthindən çıxır? Onlar çatlarla yer səthindən çıxan maqmanın soymasından yaranır. Dedik, çatlardan maqma çıxır və soyur və nəticədə vulkanlar yaranır. Mantanın əsas maddəsi olan maqma yer səthinə çıxdıqdan sonra tərkibindəki qazları su buxarları itirir və lavaya çevirir. Lava necə yaranır? Maqmanın soyulması və tərkibindəki maddələri itirməsindən yaranır. Bunda tərkibində nələr var? Maqmanın tərkibində qazlar və su buxarını itirir və lavaya çevrilir. Daha sonra dedik ki, vulkanlar 3 qrupa bölünür. Gəlin baxaq. Hazırda püskürən və püskürməsi haqqında məlumatı olduğu vulkanlar aktiv vulkanlardır. Onların krateri yüksək temperatura malik lava olur və daim zərərli qazlar çıxır. Aktiv vulkanlar püskürən zaman lava vulkan amacı boyu sürətlə hərəkət edir və o yol üzərində olan hər şeyi məhv edir. Yer səthində lavadan başqa vulkan külü, bərk sıxır parçaları, bundan başqa da səthə çıxan zərərli qazlar və tüstü havanı çirkləndirir. Aktiv vulkanların əksəriyyəti sakit okean sahillərində yerləşir. Dünyanın ən hündür aktiv vulkanlarından biri də Ant dağlarında yerləşən Lüleakal vulkanıdır. Hündürlüyü dedik ki 6723 metrdir. Biraz adı çətindir. İndi gəlin mətni daha yaxında təhlil edək. Deyək ki, vulkanlar neçə qrupa bölünür? 3 qrupa bölünür. Birinci qrup vulkanlar oldu aktiv vulkanlar. Dedik ki, aktiv vulkanları biz necə müəyyən edirdik? Püskürən və baxaq. Püskürən və ya püskürməsi haqqında məlumat olduğu vulkanlar aktiv vulkanlar hesab olunur. Onların krateri yüksək temperatura malik lavalı olur. Daim zərərli qazlar çıxır. Dedik ki, onların kraterlərinə çıxır. Yüksək temperatura malik lavalar çıxır və bir də zərərli qazlar çıxır. Aktiv vulkanlar dedik ki, püskürən zaman lava vulkan yamağı boyunca sürətlə hərəkət edir və onlar yol üzərində olan hər şeyi məhv edir. Baxın, bu lavanın axdığı yoldur. Vulkan yamacı boyunca axdığı yoldur. Biz sən nəzərdə tuturam. Onlar qarşılarına çıxan hər bir şey məhv edilir. Yer səthində lavadan başqa vulkan külü, bərk sıxır parçaları da çıxır. Bundan da başqa səthə çıxan zərərli qazlar və tüstü havanı çirkləndirir. Aktiv vulkanlar əksəriyyəti sakit okean sahilində yerləşir. Dünyanın ən hündür vulkanlarından biri Ant dağında yerləşir. Lüleakaldır. Hündürlüyü 6723 metrdir. Baxın, Ant dağlarında yerləşən Lüleakal vulkanın hündürlüyü 6723 metrdir. Dedik ki, baxın, elə mətn yer səthində dedik ki, lavanın tərkibində maqma səthə çıxdığı zaman qazlar və su buxarını itirir. Bu qazlar və su buxarı zərərli maddələr vasitəsilə havaya yayılır. Həmçinin maqma ilə yanaşı dedik ki, küldür, daha sonra sərt suxurlardır və digər başqa maddələrdir. Yer səthinə çıxır və havanı çirkləndirir. Dedik ki, dünyada aktiv vulkanlar yer səthi sakit okean sahillərində yerləşir. Ən hündür vulkanlardan biri də Ant dağında yerləşən Lüleakaldır. Hündürlüyü 6723 metrdir. Yəni bu qədər. İndi isə gəlin sualları cavablandıraq. Bir də A şəklinə baxaq. A şəklində bizə deyir ki, baxaq, A şəklində gəl təhlil edək. Baxın, vulkan qidalandığı yer maqma ocağı, lava hərəkət etdiyi kanal, vulkan boğazı, yer səthindən çıxdığı, yəni maqma yer səthindən çıxdığı çökəklik krater adlanır və axdığı maye isə, yəni maqmanın soyub axdığı maddə isə lava adlanır. Dedik ki, qidalandığı yer maqma ocağı, qalxdığı kanal, yəni vulkan boğazı və dedik ki, maqmanın səthə çıxdığı çökəklik isə krater adlanır. Axdığı maye isə lava biz adlandıracağıq. İndi isə sualları cavablandıraq. Birinci bax, A şəklinə əsasən sualları cavablandırın. Sualları A şəklində əsasən cavablandıracaq. Şəkildə verilən vulkan elementlərini sözlərlə izah edin. Gəlin izah eləyək. Maqma ocağı dedik ki, vulkanın qidalandığı yerdir.
Daha sonra vulkan boğazı maqmanın hərəkət elədiyi kanaldır və krateri isə dedik ki, nədir? Maqma yer səthinə çıxdığı böyük çəkəlidir və lavada maqmanın yer səthindəki ən sonuncu halıdır. Yəni qazlar və su buxarını itirərək lavaya çevirir. Bu maddəyə də biz lava adlandıracağıq. Dedik ki, maqma ocağı nə oldu? Vulkanın qidalandığı yer. Vulkan boğazı oldu maqmanın hərəkət etdiyi kanal. Krater oldu maqmanın çıxdığı çökəklik. Lavada oldu maqmanın ən son halı, yəni lava. İndi isə gəlin B tapşırığına baxaq. Vulkan boğazı yerin hansı təbəqəsində başlar və yer qabığında hansı qatlardan keçir? Vulkan boğazı yer səthinin hansı təbəqəsindən başlar və yer qabığının hansı qatlarından keçir? Vulkan boğazı üst mantyadan yerin üst mantyasından başlanır. Yəni maqma bildirik ki, üst mantyada olur və burada maddələr ərimiş maye halında olur və vulkanların əsas qida mənbəyini üst mantyaya təşkil edir. Ona görə də burada doğru cavab üst mantya olacaq. Daha sonra isə vulkan səthi ilə yer qabığının müxtəlif necə deyirlər, qatlarından keçərək yer səthinə çıxır. Ən başlıca qida mənbəyi dedik ki, üst mantyada, yəni maqma ocağı orada yerləşir. Daha sonra A şəklindəki hansı elementlər B, C, D şəkillərində müəyyən etmək olar? Baxın, bu bizim B şəklimiz. Daha sonra baxın, bu bizim C, D və E. Hər birində görürük ki, yəni hər birində kraterləri biz görə bilirik. Biz burada nə vulkan boğazını görə bilirik, maqma ocağının görə bilmirik də. Ona görə də olacaq burada, yəni krater olacaq. Düzgün cavabımız oldu bizdə. Hər dördündə gördüyümüz tək element kraterdir. İndi isə gəlin baxaq, Azərbaycanda B şəklində vulkanlar rast gəlinir. Bu barədə fikirlərinizi, mühazirəni söyləyə bilərsinizmi? Azərbaycanda aktiv vulkanlara B-də aktiv vulkan təsvir olunub. Azərbaycanda aktiv vulkan mövcud deyil. Yəni maqma pişik aktiv vulkan mövcud deyil. Azərbaycanda əsasən 60 vulkanlar mövcuddur. Yəni fəaliyyətini dayandırmış vulkanlar desək daha düzgün olur. Fəaliyyətini dayandırmış vulkanlar mövcuddur. İndi isə mövzuya davam eləyək. Buralar təmizləyib. Aha. Bir neçə əsr müddətində püskürməyən vulkanlar yatmış vulkanlar adlanır. Onlar aktiv vulkanlarda olduğu kimi maqma ocağı vardır. Lakin bu ocaqlar daha idarəndə yerləşdiyindən zəif aktivlik müşahidə edilir. Məsələn, Yellowstone vulkanı biz bura misal çəkə bilərik. Sönmüş vulkanlara da deyə bilərik ki, daha qədim zamanlarda püskürmüş. Hazırda isə onlardan vulkanizm prosesi dayanmışdır. Belə vulkanlar ətrafda zəngin faydalı qazıntılar, münbit torpaqlar, sıx meşələrdə yerləşir. Qafqaz Dağı ən hündür zirvəsi olan Elbrus dağında hündürlüyü 5642 metr belə vulkanlardandır. Və quruda olduğu kimi okean dibində də vulkanlar vardır. Onların püskürməsi nəticəsində adlar yaranır. Dünyanın ən hündür sualtı vulkanı hava dalında olan Mauna-Kea'dır. Bu oldu bizim sualtı vulkan haqqında məlumatımız. İndi isə gəlin mətni daha yaxın təhlil edək. Dedik ki, yatmış vulkanların tərifi necə oldu? Bir neçə əsr müddətində püskürməyən vulkanlar, qələmdən aktiv edin. Bir neçə əsr müddətində püskürməyən vulkanlar yatmış vulkanlar adlanır. Onlar aktiv vulkanlarda olduğu kimi, yəni ortaq xüsusiyyəti maqma ocağı vardır. Lakin bu maqma ocağı daha dərində yerləşdiyindən zəif aktivlik müşahidə edilir. Məsələn, Yellowstone vulkanı buna misal göstərmək olar. Yəni, nə vaxtsa püskürə bilər, amma maqma ocağı dərində yerləşir. Bəs bu oldu bizim ikinci qrup vulkanımız. Yəni birinci qrup oldu vulkanlarımız aktiv vulkanlar, ikinci vulkanımız oldu yatmış vulkanlar və üçüncü vulkanımız olacaq bizdə sönmüş vulkanlar. Daha qədim zamanlarda püskürmüş, hazırda isə onlarda vulkanizm prosesi dayanmışdır. Belə vulkanlar ətrafda zəngin faydalı qazıntılarla, münbit torpaqlarla, sıx meşələrdə yerləşir. Qafqaz Dağı ən hündür zirvəsi olan Elbrus dağı hündürlüyü 5642 metrdir. Belə vulkanlardandır. Və dedik ki, sönmüş vulkanlar qədim zamanlarda püskürüb, indi isə hal-hazırda fəaliyyət dayanıb. Belə vulkanlar ətrafında zəngin torpaq örtüyü, meşələr, faydalı qazıntılar olur. Belə vulkanlardan biri də ən hündür Elbrus vulkanıdır, 5642 metr.
Daha sonra dedik ki, qurda olan vulkanlarla yanaşı sularda da vulkanlar mövcuddur. Burada da qeyd olunur. Qurda olduğu kimi okean dibində də vulkanlar vardır. Onların püskürməsi nəticəsində adalar yaranır. Dünyanın ən hündür sualtı vulkanı hava adalarında olan Mauna Kea vulkanıdır. Y-də də göstərir. Yəni dedik ki, sualtı vulkanlar püskürən zaman nə yaranır? Yəni sualtı vulkanlar püskürən zaman adalar yaranır. Bunlardan ən məşhur hava adalarında olan Mauna Kea'dır. Yəni hava adaları da vulkan püskürməsi nəticəsində yaranıb. Həmçinin İslandiya adası da vulkan püskürməsi nəticəsində yaranmış bir adadır. İndi isə gəlin sualları cavablandıraq. 4-cü tapşırıq baxaq. B və C-də təsvir edilmiş vulkanların oxşar xüsusiyyətləri hansılardır? Oxşar və fərqli xüsusiyyətləri hansılardır? Baxın, bu bizdə B vulkanı, bu da bizdə C vulkanı. B-də bizdə aktiv vulkan təsvir olunub, C-də isə bizdə yatmış vulkan təsvir olunur. Oxşar xüsusiyyət hər ikisində magma ocağı mövcuddur. B-də vulkan püskürmə ehtimalı daha yüksəkdir, C-də isə vulkan püskürmə ehtimalı daha azdır. Yəni bunun da səbəbi C-dəki vulkanın magma ocağı daha dərində yerləşdiyi üçün. Yəni dedik ki, oxşar xüsusiyyət hər ikisində magma ocağı vardır. Fərqli xüsusiyyət isə B-də aktiv vulkanlarda püskürmə ehtimalı daha yüksəkdir. C-də isə, yəni yatmış vulkanda isə püskürmə ehtimalı daha azdır. Bu da oldu onların oxşar və fərqli xüsusiyyətləri. İndi buranı təmizləyim. Daha sonra 5-ci tapşırığa baxaq. D və C-dəki vulkanların fərqi nədir? Baxaq. D və C-dəki vulkanların fərqi nədir? Yox, üzr istəyirəm, bu 7. Bu bizdə olacaq C vulkanı. D və C-dəki vulkanların fərqi nədir? D-dəki vulkan fərqi ondan ibarətdir ki, C-dəki yatmış vulkanların magma ocağı mövcuddur və vulkan püskürmə ehtimalı daha yüksəkdir. Yəni hər hansısa bir tarixdə püskürə bilər, lakin hal-hazırda yatmış vulkan hesab olunur. D-dəki vulkanda isə vulkan ocağı mövcud deyil və püskürmə ehtimalı yoxdur. Ona görə də fərqlərimiz bu oldu. Fərqi bu oldu ki, C-dəki vulkan, yəni yatmış vulkanların magma ocağı mövcuddur, püskürmə ehtimalı var. D-dəki vulkanların isə magma ocağı yoxdur, püskürmə ehtimalı da təbii ki olmayacaq. Bu oldu fərqli xüsusiyyətləri. İndi isə yer şəklindəki vulkanın onun nəticələrini şərh edin. Gəlin şərh eləyək. Baxın, bu yer şəkli. Elə mətnin özündə də cavabı verim. Gəlin təmizləyək. Qurda, baxın, burada da qeyd olunur. Qurda olduğu kimi okean dibində də vulkanlar vardır. Onların püskürməsi nəticəsində adalar yaranır. Dünyanın ən hündür sualtı vulkanı hava adalarında olan Mauna Kea vulkanıdır. Dedik ki, sualtı vulkanların püskürməsi nəticəsində nə yaranır? Adalar yaranır. Bunlardan da ən məşhur adalardan biri də hava adalarıdır. Hava adalarında olan Mauna Kea vulkanı da dünyanın ən hündür sualtı vulkanı hesab olunur. Bu da oldu yerin cavabı. İndi isə gəlin 7-yə baxaq. Yer qabının tipləri şəklindəki istifadə edirik. Vulkanlar qurdakı vulkanlara müqayisə edin. Hansı püskürmə ehtimalı daha çoxdur? Gəlin müqayisə eləyək. Yer qabığındakı, yəni materikdə olan vulkanlarla suda olan vulkanların hansı püskürmə ehtimalı daha çoxdur? Biz bilirik ki, yer qabığı daha qalındır, magma ocağı daha dərində yerləşir və qurdakı vulkanların püskürmə ehtimalı daha azdır. Lakin okeanda yerləşən vulkanın okean relyefi daha nazikdir və magma ocağına daha yaxın yerləşdiyi üçün okeanda yerləşən vulkanların püskürmə ehtimalı daha çoxdur. 7-nin də cavabı bu oldu. Gəlin bir də təkrar eləyək. Okeanda 2 qat mövcuddur. Bunlar çökmə və bazalt qatı. Kontinent tipli yer qabığında isə 3 qat mövcuddur. Bunlar bazalt, qranit və çökmə qatdır. Göründüyü kimi də hansında püskürmə ehtimalı daha çox olacaq. Təbii ki, qatları az olan sahədə vulkanlar daha çox püskürəcək. Bunun da sualtı vulkanlara uyğun gəlir, yəni okeanlara. Daha sonra dünya fiziki xəritəsini istifadə edərək yer şəkilləri vulkanı ən az 3-ünü misal göstərin. Bunu dərsin sonunda göstərərik. Daha sonra baxaq. Püskürmə tərkibinə görə vulkanlar 2 qrupa bölünür. Maqmatik və palçıq vulkanlar. Maqmatik vulkanlar lava, palçıq vulkanlar isə qaynar gil palçıq püskürür. Palçıq vulkanlar çökmə süxurlarda yaranır və ocağın dərində olmur. Onların kraterində temperatur 250-300 dərəcəyə çatır. Vulkandan çıxan palçıq çoxlu mineral maddələrlə zəngin olur. Bu vulkanlar ətrafda neft, təbii qaz olur. Palçıq vulkanlar həm də
PES ve PES-Vodol vulkanları da adlandırılır. Yəni yalançı vulkanlar da deyilir. Vulkanların yayıldığı ərazilərdə qeyzərə rast gəlinib. Ərazilərdə yerin altında olan magma yer səthində burada vulkanların yayıldığı ərazilərdə qeyzərə rast gəlinir və bu ərazilərdə yerin altında olan magma yeraltı suları qızdırır. Onun tektonik çatlardan yüksək tezliyə yer səthinə çıxır. Bu əvvəlki dərsi təkrar eləmiş olduq. Yəni İslandiyada olduğu kimi. İndi gəlin mətni daha yaxın təhlil edək. Dedi ki, püskürmə tərkibinə görə vulkanlar neçə qrupa bölünür? 2 qrupa bölünür. Bunlar hansılar oldu? Maqmatik və palçıq vulkanları. Maqmatik vulkanlar lava, palçıq vulkanları isə qaynar gil palçıq püskürür. Palçıq vulkanların çökmə suxurlarda yaranır. Ocağı dərində olmur. Yəni deyək ki, çökmə suxurlarda yaranırlar. Ocağı dərində olmur. Lakin maqmatik vulkanların ocağı dərində olur. Onların kraterlərində temperatur 250-300 dərəcəyə çatır. Vulkandan çıxan palçıq çoxlu mineral maddələrlə zəngin olur. Yəni çox palçığında zəngin mineral maddələr var. Bundan bəzən sağlamlıq üçün də istifadə edirlər. Bu vulkanın ətrafında neft və təbii qaz olur. Palçıq vulkanlarının həm də PES-Vodol vulkanlar da adlandırırlar. PES-Vodol vulkanlar da adlandırırlar. Yəni yalançı, buna başqa da yalançı vulkan da deyilir. Elm adı PES-Vodol vulkanları və Azərbaycan dilində yalançı vulkan da deyilir. Daha sonra mətnin sonunda dedik ki, vulkanlar yayıldığı ərazilərdə qeyzərlərə rast gəlinir. Bu ərazilərdə yerin altında olan magma yeraltı suları qızdırır və onlar tektonik çatlarda yüksək tezliklə yer səthinə çıxır. Bunu biz İslandiya dərsində də təkrarlamışdıq. İndi isə sualları cavablandıraq. A şəklinə əsasən suallar cavablanır. Bu bizim A şəklimiz. A-dakı vulkanlar səhifə 30-dakı BC vulkanlarının oxşar və fərqli xüsusiyyətlərini şərh edin. Yəni B-də, B və C-də olan vulkanlar maqmatik vulkanlar idi. Adı isə palçıq vulkanları təsvir olunmuşdur. Yəni fərqi ondan ibarətdir ki, fərqini desək, maqmatik vulkanlar lava püskürür, palçıq vulkanlar isə qaynar qaynar gil palçıq püskürürlər. Dedik, fərqli xüsusiyyətdə palçıq vulkanlar qaynar gil palçıq püskürürlər, maqmatik vulkanlar isə lava püskürürlər. Oxşar xüsusiyyətləri isə vulkan elementlərinin hər biri həm palçıq vulkanında, həm də maqmatik vulkanlarda mövcuddur. Vulkan boğazı, krater, daha sonra vulkan ocaqları da mövcud olur. Hər ikisində bu elementlər mövcuddur. Yəni bu oldu bunların oxşar cəhəti. Yəni fərqli xüsusiyyətləri maqmatik vulkanlar lava püskürür. Palçıq vulkanlar isə qaynar gil palçıq püskürürlər. Oxşar xüsusiyyəti isə hər ikisində vulkana aid elementlər mövcuddur. Daha sonra B-yə baxın, nə üçün palçıq vulkanı olduğu yerdə neft və təbii qaz olur? Gəlin baxaq. Burada elə kitabda da qeyd olunur. Palçıq vulkanlar çökmə suxurlarda yaranır və onların ocaq dərində olmur. Onların kraterdə temperatur 250-300 dərəcəyə çatır. Palçıq vulkanlar çoxlu mineral maddələrdən zəngin olur. Bu vulkanlar ətrafında zəngin neft və təbii qaz olur. Bunun səbəbi bundan ibarətdir ki, püskürdüyü maddə də çökmə suxurlardan ibarətdir. Həmçinin neft və qaz da çökmə faydalı qazıntılara aid olduğu üçün bu ərazilərdə yayılması daha məqsədə uyğundur. Yəni bu ərazilərdə yayılırlar. Hər ikisi çökmə mənşəli olduğu üçün neft qaz ərazilərdə palçıq vulkanlar daha çox rast gəlinir. Daha sonra baxaq, A şəklindəki vulkan temperaturunun B, C və Y-dən fərqli olmasının daha az ərazilərdə yayılması səbəbi nədir? Baxaq, A şəklindəki vulkan temperaturunun B, C və Y fərqli olmasının daha ərazilərdə yayılmasından fərqi nədir? B, C, Y-də maqmatik vulkanlar təsvir olunmuşdur. A-da isə palçıq vulkan təsvir olunur. Dedik ki, maqmatik vulkanlar, tektonik hərəkətlər, daha sonra seismik aktivlik müşahidə olunan ərazilərdə daha çox rast gəlinir. Həmçinin okeanda, okean səthinin nazik olduğu hissələrdə maqmanın yer səthinə çıxmasından da yarana bilir. Buna görə də hansı ərazilərdə tektonik çatlar, tektonik qırılmalar
yüksəkdirsə, həmin ərazilərdə maqmatik vulkanlar mövcud olması daha yüksəkdir. Lakin çökmə faydalı palçıq vulkanlar isə həm düzən ərazilərdə, həm də tektonik hərəkətlər olan ərazilərdə də rast gəlmək mümkündür. Ona görə də dedik ki, maqmatik vulkanlar dünyada daha çox geniş yayılır, palçıq vulkanlar isə daha az ərazilərdə yayılıb. Əsasən bunlar çökmə mənşəli olan ərazilərdə yayılıb. Daha sonra həmçinin tektonik hərəkətlər olan ərazilərdə də palçıq vulkanlar yayıla bilir. Siz xəritədən istifadə edərək litosfer tabalar hərəkətlərinə baxa bilərsiniz və həmin ərazilərdə görəcəksiniz ki, nə qədər maqmatik vulkanlar mövcuddur. Bunu ev tapşırığı kimi bir qıraqda yazarsınız. Daha sonra ikinci tapşırığa baxıb B şəklinə əsasən suallar cavablandırın. B-də verilən qeyzə ilə yayıldığı ərazilər C xəritəsindən müəyyən edin. Hansı qonluğu müşahidə etdiniz? Bu bizim B xəritəmiz. C xəritəsi də çox güman ki, bu olacaq. Baxın, elə burada deyilir, yəni qanuna uyğunluq elə desək, baxın burada da qeyd edilir, vulkanların yayıldığı ərazilərdə də qeyzerlər rast gəlinir. Bu ərazilərdə yerin altında olan maqma yeraltı sulara qızdırır. Onlar tektonik saatlarda yüksək təzyiqlə yer səthinə çıxır. Elə bu tərifi öyrənsəniz, siz vulkanların yayıldığı ərazilərdə qeyzerlərdə görə bilərsiniz. Məsələn, xəritədə Kamçatkada qeyzer görürük, sonra Yaponiyada, sonra İndoneziya adalarında, Cənub-Şərqi Asiyada, sonra İslandiyada, Amerikada, Meksikada, dağlarında, həmçinin mərkəzi və şərqi Afrika ərazilərində də siz qeyzerləri görə bilərsiniz. Həmçinin bu ərazilərdə də aktiv vulkanlar da mövcuddur. İndi isə gəlin bir dənə tapşırıq B-yə dünya xəritəsində yəni dünya siyasi xəritəsində istifadə edərək qeyzerlərin yayıldığı ölkələri müəyyən edin. Gəlin bəziləri müəyyən eləyək. Məsəl üçün, bura İslandiya olacaq, bura ABŞ olacaq, Meksika, sonra Argentina, sonra burada Efiopiya, daha sonra digər Afrika ölkələri, sonra Yeni Zelandiya, İndoneziya, Malayziya, daha sonra Rusiya və Yaponiya. Yaponiya biz bura misal çəkə bilərik. İndi isə gəlin mövzuya davam edək. Yer səthində vulkanlar qeyri-bərabər paylanmışdır, lakin onların yayılmasında qanuna uyğunluğu müşahidə edilir. Vulkan düşürməsi təbii fəlakətlərə səbəb olur, ancaq onlar insan həyatı üçün faydaları vardır. Vulkan yayıldığı ölkələrdə onların müxtəlif məqsədlər üçün də istifadə edilir. Yəni, sağlamlıq məqsədi istifadə edilir, turizm məqsədi üçün istifadə edilə bilər və digər məqsədlər üçün də istifadə edilə bilir. Dedik ki, yer səthində vulkanlar qeyri-bərabər paylanmışdır. Hər bir ərazidə vulkan olmur və onların yayıldığı ərazilərdə təbii fəlakətlər olsa belə ətraf ölkələr, yəni ərazisində yerləşdiyi ölkələr ondan öz məqsədləri üçün istifadə edirlər və bu məqsədlər insan əhəmiyyəti üçün də faydaları vardır. Məsəl üçün, vulkan ətəyində əkinçilik edə bilərlər, yəni vulkandan çıxan maddələr, zəngin mineral maddələr əkinçilik edə bilərlər. Əvvəlki dərslərdə Taqana vulkanına, yəni Chiapas əyalətində Taqana vulkanının ətəliyində əkinçiliyi bura misal çəkə bilərik. Daha sonra sağlamlıq məqsədi üçün, turizm və ekskursiya məqsədi üçün də istifadə oluna bilir. Elə ev tapşırığı kimi Chiapas əyalətini təkrar edərsiniz. Orada da Taqana vulkanını da öyrənmiş olarsınız. Taqana vulkanı, baxın, burada yerləşəcək təxminən. Baxın, təxminən bu hissədə yerləşəcək. Hündürlüyü 4060 metrdir. İndi isə gəlin suallar cavablandıraq. Üçüncü sualda deyir ki, C xəritəsinin əsaslı suallar cavablandırın. Bu bizim C xəritəmiz. Vulkanların daha çox yayıldığı ərazilər hansılardır? Bunu necə izah edərsiniz? Vulkanların daha çox yayıldığı ərazilər görürük ki, tektonik çatlar və tektonik toqquşmalar arasında müşahidə olunur. Bunlar fikir verirsinizsə, Şimali Amerika və Avrasiya tavalarının ayrılma zonası Tekla vulkanı, daha sonra aktiv Alp Himalay qurşaqlarında görürük ki, daha doğrusu Alp Himalay qurşağında Vezuv vulkanını biz misal çəkə bilərik. Daha sonra Sakit Okeanodlu qövsündə Krakata, Apoel, Fujiyama vulkanlarını biz bura misal çəkə bilərik. Həmçinin Amerika, yəni Şimali və Amerika qitələrinin qərb hissələrində vulkanlar görürük.
Orizaba vulkanı və Lilakol vulkanı da biz bura misal çəkə bilərik. Bunlar da litosfer tavalarının toqquşma sərhədində yerləşdiyi üçün bu ərazilərdə vulkanlar geniş yayılmışdır. Bura dedi Sakit Okean Odlu qövsü, bura Şimali və Avrasiya tavalarının ayrılma zonası, bura Alp-Himalay seysmik qurşağı, həmçinin burada da Afrika qitəsinin də ayrılma baş verir. Burada da Kilimanjaro vulkanı aktivdir. Daha sonra dedi ki, Amerikanın qərb hissələrində Lilakol və Orizaba vulkanları da tektonik toqquşma zonalarında yerləşdiyi üçün bu ərazilərdə aktiv vulkanlar müşahidə edilir. Daha sonra baxaq, C xəritəsindən istifadə edək. Dünya siyasi xəritəsində cədvəlləri qruplaşdırın. Daha C xəritəsini istifadə edərək vulkanları qruplaşdıraq. Aktiv vulkanları qeyd edək. Məsələn, aktiv vulkanlar Futsiyama, Yaponiya, Apo, Filippin, Krakatau, Indoneziya, daha sonra Vezui, İtalya, Lilakol, Argentina, Orizaba, Meksika. Yəni bunları biz bura misal çəkib, həmçinin Heklanı da bura biz qeyd edə biliriz. İslandiyada aktiv vulkanlarda yazmaq olar. Daha sonra yatmış vulkanlara biz baxın, yatmış vulkanlar görürük ki, baxın bu hissələrdədir. Ölkələrin adları, baxın yatmış vulkanlar baxın bu hissələrdədir. Biz yatmış vulkanlar adlarını yazmayıb, ona görə biz bura ABŞ və Meksika yazacağıq. ABŞ və Meksika yerləşdiyi ölkələrdə eyni şəkildə ABŞ, Meksika və Sakit Okean sahilləri ölkələrdə yerləşirlər. Yatmış vulkanlar bəziləri Yaponiyada da yerləşir. Daha sonra sönmüş vulkanlara gəlin baxaq. Sönmüş vulkanların baxın şərti işarəsi baxın budur. Ağ uçubucaq. Baxın fikir verirsə Amerikada, daha sonra başqa ərazilərdə, məsələn Atlantik Okean mərkəzində sönmüş vulkanlar mövcuddur. Vulkan adlarını elə yaza bilər ki, Cənubi Amerikanın qərb sahilləri, sonra Atlantik Okean mərkəzində ölkələri də elə yaza bilərik ki, burada düşür təxminin, baxın deyəcəm, bura düşür, hansı ölkə düşəcək bura? Bura Çilidir, bura düşəcək Boliviyanın, bura Peru'ya düşəcək, çox güman ki, Peru, gəlin elə Peru deyək. Sönmüş vulkanlar olacaq, yerləşəcək Cənubi Amerikanın qərbində və Atlantik Okean mərkəzində və yerləşdiyi yerlər dedik ki, Cənubi Amerikanın qərbində və Atlantik Okean mərkəzində yerləşdiyi ölkələr Peru və digər sahilyanı Atlantik ölkələri biz burada qeyd edə bilərik yatmış vulkanlara. Daha sonra palçıq vulkanlarına baxaq. Palçıq vulkanlarına biz görürük Avropada daha çoxdur. Avropa, Yaponiya və Rusiyanın Kamçatka sahillərində palçıq vulkanlar mövcuddur. Biz bura qeyd edə bilərik palçıq vulkanlardan Azərbaycan yerləşdiyi ölkə vulkan adlarını yazmayıb burada. Biz yaza bilərik Azərbaycan, İspaniya, İtaliya, daha sonra Mərakeş, Portuqaliya, Fransa, Yaponiya və Rusiyanı biz buraya qeyd edə bilərik. Həmçinin ölkələri də bu ölkələrin adlarını yaza bilərik. Bu palçıq vulkanların cavabı. Sualtı vulkanlara yaza bilərik ki, İslandiyada Hekla vulkanı və Mauna Kea vulkanı da yaza bilərik. Havayda da bilir ki, ABŞ-a məxsusdur. Ona görə də buraya biz yazacağıq İslandiya və ABŞ. Bu da oldu bizim sualtı vulkanların cavabı. Aktiv vulkanlar yerləşdi. Biz də dedik ki, Futsiyama, Yaponiya, Apo, Filippin, Krakatau, Indoneziya, Kilimanjaro, Tanzaniyada səhvimiz yerləşməlidir. Tam onda Hekla İslandiya. Sonra Lilakol vulkanı şeydə yerləşəcək bizdə. Argentinada, Orizaba vulkanı yerləşəcək Meksikada. Həmçinin bu ərazidə Tagana vulkanı olmalıdır. Onu da biz yaza bilərik. Tagana vulkanı Meksikada yerləşir. Daha sonra yatmış vulkanlara biz qeyd elədik ki, adları qeyd olunmayıb. Amma biz onları siz istəsəniz internetdə araşdıraraq yazıb cədvəl doldura bilərsiniz. İndi yatmış vulkanlar da dedik ki, ən çox Meksika, ABŞ, daha sonra Sakit Okean Odlu qövsündə mövcuddur. Palçıq vulkanlar dedik ki, Azərbaycanda həmçinin yerləşir bu Qərbi Avropa ölkələrində İspaniya, İtaliya, daha sonra Portuqaliya, Fransa, həmçinin Şimali Afrika ölkəsi olan Mərakeşdə də yerləşir. Siz burada qeyd edə bilərsiniz. Sualtı vulkanlarda dedik ki,
Hava adalarında və İslandiyada mövcuddur. Siz bu ölkələrdə qeyd edə bilərsiniz və hava adaları ABŞ-a məxsusdur. Dəyərli izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Gələn videolar